Salam vereyim. Nəçənik, Əbdülxalı gətirmişəm. Yaxşı, sən get. Sağ olun. Ala, giz, meymunu qələmə. Nəçənlik, çox oturacağım hələ. Əbdülxalıq, o asılıdır sənin özündən. Canımıyım nəçənlik. İnvalid adamam, 2000-ci qrup var. Özümdə dükkanda axranlık işləyirəm. Hamı məni tanıyır. Əlimdən, ətəyimdən öpürlər, başıma düşürlər. Şehit Peyğəmbər öyladıyam, cəmaata əl tuturam. Bax, sən nə istəyirsən, onu bilmiyorum. Axraniksən, onu bilirəm. A kişi, Əbdülxalıq, o anaşa... Nəşənədir açamıyım. Heç mənə yaraşan şeydir. Müsəlman adamam, oruç duram, namaz qılıram. Atam görür, mənim nəşədən xəbərim yoxdur. A kişi, yalansa oruç səni qənim olsun. Ala, oruçdan, namaz qılan, müsəlman adam. Anaşa tili gal verir ala, hə? Ala, bunlar sənin evindən çıxmayır. Kimə gəlsə, mənim onlardan xəbərim yoxdur. Din haqqı xəbərim yoxdur. Ala. Bunların hamısını bir-bir protokollaşdıracağım. Naçannik, sən ölürsən xəbərim yox. Ölsün öləsən. Sən dedin xəbərim yoxdur, mən də səni bıraxdım. Elə deyil, Əbdülxalıq. Bunların hamısını bitdə, oğul kimi alacaqsan boynu var. Əbdülxalıq, dəhd bozdu Naçannik. Onu sındırmaq istəyənlərin çoxsunu o dünyaya göndərib. Yasını da oxuyub, bozbaşını da yiyib. Dəlilin yox, sübutun yox. Məhkəmədəki bunlarsız mənə heç bir iş kəsməyəcək. Bir dənə töhmət yapışdıracaq sənin belivə, məncəzdə bıraxacaq evimə. Üstəlik bir üzür də istəyəcək. Gəlsən bu işi boşa-boşla qutar Naçannik. Hala ağzın yoxdur. Hala yiyəvə də ağzın yoxdur, hə? Sən yeməyəcəksən, başqaları yiyəcək. Hələ mənə bir maladət də deyəcək. Yaxşı. O da olur.